Mən Məsmər Rüstəmli, Kənan qızım. İsveçin Qatınburq şəhərində yaşayıram və 10 ildir ki, İsveçdə yaşayıram. İndi isə İsveçin Malmö şəhərinin universitetində oxuyuram. Mən Qatınburqda anama kömək eləyərək bizim bir dərnəyimiz var. Qarabağ Azadlıq Mərkəzi. Və biz bu mərkəzdə məqsədimiz İsveç xalqına və İsveç cəmiyyətinə Azərbaycanı təqdim eləmək. Məqsədlərimizdən biri də odur ki, İsveçdə böyüyən Azərbaycanlı uşaqlarına Azərbaycan kültürünü unutturmamaqdır. Qatınburqda Azərbaycan evimiz var və orada bizim Xarı Bülbül rəqs qrupumuz var. Orada bizim İsveçdə böyüyən uşaqlarımız, Azərbaycanlı uşaqlarımız milli rəqsimizi öyrənirlər. 10 il sonra mən çox istəyərdim ki, elə bir nöqtəyə gəlim ki, məni İsveçdə tanıyanlar həm adıma görə, həm də Azərbaycanlı olduğuma görə tanısınlar və hər zaman Azərbaycanımı burada çox gözəl təbliğ eləmək mənə qismət olar inşallah. Azərbaycanlı olmaq bir şərəfdir, bir qürurdur. Qarabağlı, Ağdamlı olduğum üçün əlavə fəxr edirəm. 30 il sonra görmədiyim vətənimə getdim. Mənim hər zaman babam Hacı Əkbər bizə Qarabağı danışanda o qədər cənnət kimi danışırdı. Düşünürdüm ki, uşaq vaxtı görürsən, həqiqətən belə cənnət yer var. Necə danışır? Hər tərəfi bir nağıl, bir gözəllik. Mən Qarabağa gedəndə gördüm. Həqiqətən də cənnətdir. Həqiqətən o qədər gözəldir ki, söz tapıb onu ifadə eləmək olmur.